İsrailin paytaxtı Tel-Əvivdə partlayışlar olub. Bu barədə Reuters məlumat yayıb. İranın İsrailə qarşı cavab əməliyyatı Əsil Vəd 3 adlandırılıb. Al-Alam telekanalı isə İran Silahlı Qüvvələrinin İran ərazisinə edilən hücumlara cavab olaraq İsrailə qarşı əməliyyata başladığı məlumatını yayıb. AFP isə Yerusəlimdə partlayış səslərinin eşidildiyini bildirir. İranın məlumatına görə İran İsrailə yüzlərlə ballistik raket atıb. Oh my God. Opa, opa, opa. Filhote. Vai, louco, vai.